Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Həmkarlar İttifaqı üzvlərinin sağlamlığının qorunması və mənalı istirahətinin təşkili məqsədi ilə tədbirlər davam etdirilir. Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yanvar ayından etibarən İttifaq üzvlərini həftə sonları bir araya gətirir. Komitənin təşkilatçılığı ilə Masallı və Lənkərandan olan 40-dan çox üzv Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində toplanıb. Bu layihənin həyata keçirilməsində əsas məqsəd ittifaq üzvlərimizin sağlamlığının qorunması, onların hasta vaxtının səmərəli təşkili durur məqsəd kimi və ittifaq üzvlərimiz üçün yaradılan imkanlar təkbirlə yekunlaşmır. Eyni zamanda yollayışların verilməsi ilə bağlı elektron rezervasiya sistemi istifadəyə verilmişdir. Bu rezervasiya sistemindən istifadə edərək 40 mindən çox İttifaq üzvümüz və ailə üzvləri ilə birlikdə sanatoriya və kurort yollayışlarından istifadə etmişdir. İttifaq üzvlərimiz üçün təşkil edilən həftə sonu tədbirlərimiz ilin sonuna kimi davam edəcək. İştirakçılar üçün müalicəvi prosedurlar, sağlamlıq xidmətlər və müxtəlif əyləncəli proqramlar təşkil olunub. Layihə çərçivəsində ümumilikdə 950 nəfər Həmkarlar İttifaqı üzvü müxtəlif sanatoriyalarda istirahət imkanı qazanıb. Hər şey gözəl idi. Burada çox gözəl qayğı ilə qarşılaşdıq. Hər şeydən istifadə etdik. Çox xoş təəssürat yaratdı, xoş istirahətlər elədik. İnanıram ki, davamlı olacaq. Burada olan əlbəttə heyətə, komandamıza olan çox gözəl xidmət səviyyəsi yüksək səviyyədə idi. Bura Həmkarlar İttifaqının xətti ilə gəlmişik. Mən özüm 31 ildir müəllim işləyirəm. 3 ildir eyni zamanda Məktəb Həmkarlar Təşkilatının sədriyəm. İlk dəfədir ki, belə bir yerdə, sanatoriyada, kurortda, istirahət mərkəzində oluram. Bu özü mənim üçün şəxsən qürurvericidir. Qürurvericidir ona görə ki, böyük ədiblərimizin istirahət etdikləri, ədəbi əsərlərini yaratdıqları, otaqlarında, dəhlizlərində, həyətində gəzdikləri bir məkanda oluram. Bu cür layihələr digər bölgələrimizdə fəaliyyət göstərən təhsil işçiləri üçün də nəzərdə tutulub. Qeyd edək ki, ötən il 30 mindən çox təhsil işçisi ailə üzvləri ilə birgə elektron rezervasiya sistemi vasitəsilə qeydiyyatdan keçərək istirahət imkanından yararlanıb.